Salam, değerli izləyicilər. İndi sizə 16 noyabr 2025-ci il tarixində Dəyər Yayımları tərəfindən keçirilmiş 11-ci sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının hesabını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. 61-ci sual. ABC, BCA və CAB rəqəmləri fərqli 3 rəqəmli ədədlər olarsa, yəni demək istəyir ki, burada A, B-dən, B-də C-dən. Bunlar bir-birindən fərqlidir. Fərqlidir. A, B, C, üstəgəl C, A, B, üstəgəl B, C, A cəminin ən kiçik qiymətini soruşur. Yəni, bu ədədlərin cəminin ən kiçik qiymətini soruşur. Rəqəmlər də müxtəlifdir. Cəm minimum olması üçün rəqəmlər də burada minimum seçilməliyik. Rəqəmləri minimum seçməliyik ki, cəm minimum olsun. Aydın məsələdir ki, A, B və C-dən heç biri sıfır ola bilməz. Çünki birinci rəqəm sıfırdan başlaya bilməz. Ona görə məsələn, burada A-ya mən 1 verəcəm, B-yə 2 verəcəm, C-yə isə 3 verəcəm. 3. Onda ABC 123, sonra CAB 312, işte gəl BCA 231. Bunları toplasaq, nəticə olacaq 666. Yəni, doğru cavab burada 666-ya bərabərdir. İkinci sualımız, aşağıdakı ədədlərdən hansı irrasionaldır? Doğru cavab C variantıdır. Əgər biz ədədi n böl n şəklində yaza bilmiriksə, həmin ədəd irrasionaldır. N burada tamdır, n isə nədir? Naturaldır. Yəni, bunların hər birini C variantından başqa, digərlərin hər birini biz n böl n şəklində yaza bilirik. Amma C variantını yaza bilmirik. Doğru cavab burada nədir? C variantıdır. Və yaxud da Lord ilə desək, hansından kök çıxmırsa, o nə olacaq? İrrasional olacaq. Növbəti sualımız, 3-cü sual. Kökdə 3 çıx 1 böl kökdə 2 plus 1 bərabər x olarsa, kökdə 3 plus 1 bölsün kökdə 2 çıx 1 ifadəsini x ilə ifadə edin. İndi burada nəyə fikir vermək lazımdır? Mən buna bir t desəm, tərəf-tərəfə vursam, ancaq kökdə 3 çıx 1, kökdə 3 plus 1 bölünsün kökdə 2 plus 1, kökdə 2 minus 1 bərabər t vurulsun x-ə. İndi sürətdə a çıx b, a plus b-də bu nə deməkdir? A kvadrat çıx b kvadrat, yəni kökdə 3-ün kvadratı çıx 1-in kvadratı. Eyni zamanda məxrəcə də alınır kökdə 2-nin kvadratı çıx 1-in kvadratı bərabər t vurulsun x-ə. Sürətdə alınır 3 çıx 1, məxrəcə alınır 2 çıx 1 bərabər t vur x. Sürət 2, məxrəc 1 olduğu üçün 2 bərabər olacaq t vurulsun x. Bizə t lazımdır. T də bərabər olacaq 2 böl x. Deməli, doğru cavabımız burada olacaq 2-nin x-ə nisbəti, yəni C variantı. 4-cü sualımız. Şəkildə BC, DF paralel, AD, DE perpendikulyar, ABC 4 alfa, EDF alfadır. Alfanı soruşur. Burada nəyə fikir veririk? BC ilə DF paralel olduğu üçün buradakı bu bucaq nədir? Uyğun bucaqlardır. Uyğun bucaqlar bərabərdir. Yəni 4 alfa bərabərdir 90 dərəcə plus alfaya. Yəni bu bucaqla bu bucaq uyğun bucaqlardır. Buradan alınır 3 alfa bərabər 90 dərəcəyə. Alfa alınır burada 30 dərəcə. Yəni doğru cavabımız burada C variantı 30 dərəcəyə bərabərdir. Alfanın qiymətini soruşurdu. Alfanı da 30 tapdıq. 5-ci sual. Görə burada nə deyir? Fuad pulunun 9'da 1 hissəsini top, 6'da 1 hissəsini isə idman ayaqqabısı aldı. O pulunun hansı hissəsini xərclədi? Hansı hissəsini xərcləyibsə, deməli 9'da 1 ilə elə 6'da 1-in toplamalıyıq. 9'un altına 2 18'dir. 18'də 2, üstəgəl 18'də 3. 18'də 5. Deməli, 18'də 5 hissəsini xərcləyib. Bu tip sorulara ehtiyatlı olmaq lazımdır. Burada demir ya, qalan pulunu. Sadəcə deyir ki,
9'da birini, bir də altda birini xərcləyib. Yəni qalan pulun söhbəti olmadığı üçün buraya 9'da birini, altda biri topladıq. Növbəti sual, 6-cı sual. Bir tərəfin uzunluğu 9 sm olan üçbucağın perimetrin ən kiçik tam qiyməti neçə olar? İndi tərəfin biri A-ya deyirəm 9, digər iki tərəf B ilə C bilinmir. Üçbucaq bərabərisinə görə üçbucağın istənilən iki tərəfinin cəmi üçüncü tərəfdən böyük olmalıdır. Yəni 9'dan böyük olmalıdır. Perimetrdə P bərabərdir A plus B plus C. İndi A'mız 9. 9 sayılıb B plus C. İndi perimetrin ən kiçik tam qiyməti. Perimetrin ən kiçik tam qiyməti B plus C'nin ən kiçik tam qiymətindən asılıdır. Deməli B plus C minimum neçə olmalıdır? Tam olaraq 10 olmalıdır. Buraya 9 plus 10 nəticə olacaq 19. Doğru cavab olacaq D variantı. 7-ci sual və sual belədir. Çoxhərlisinin sərbəst həddi 8 olarsa əmsalların cəmini tapın. Çoxhərlisinin sərbəst həddi tapmaq üçün x-in yerinə 0 yazırıq. Əmsalları cəmini tapmaq üçün x-in yerinə 1 yazırıq. İndi x-in yerinə 0 yazsa nə alınacaq? Alacaq 2a plus 2 bərabərdir 8. 2a bərabərdir 6-ya. Alınır neçə? Alınır 3. A yerine 3 yazsam 3x 4 çıx 4x kvadrat üstə gəl 8. A yerine 3 yazdıq. Əmsalları cəmi də x yerine 1 yazırıq. X yerine 1 yazanda 3 çıx 4 plus 8. Bu da bərabərdir 7. Yəni doğru cavabımız burada Y variantı 7'ye bərabərdir. 8-ci sual. Şəkildə çevrədə AC və AE kəsənlərdir. AB 4, BC 6, AD 5 olarsa D-ni soruşur. D-yə x deyirəm. Deməli, kəsənlərin xassələrinə baxırıq. AB-nin AC-yə hasili AD-nin AE-yə hasilinə bərabərdir. AB bizdə 4'dür. AC 4'ün altının cəmi 10. AD 5'dir. AE də 5'dən x'in cəmidir. İndi burada 5'dən 10 x gedəcək. Burada 1, burada 2. 2 dəfə 4, 8. 8 bərabərdir 5 plus x-ə. X alınır 3. Yəni x tapdıq 3. Doğru cavab burada nədir? Doğru cavab burada 3'ə bərabərdir. Növbəti sual, 9-cu sual. İfadəsinin qiymətini hesablayın. İndi kök altında 0,2'ni belə yazıram. Yəni 2 bölünsün 10. Bu da olacaq nə? 1 bölünsün 5. Yəni 1 böl kökdə 5. Onda alınacaq kökdə 48. Çıx kökdə 12. Bölünsün 1 böl kökdə 5. İndi sürəti də mərkəzdə kökdə 5'ə vursam. Sürətdə alınacaq kökdə 5. Vur kökdə 48. Çıx kökdə 12. Bölsün kökdə 5, vur 1 böl kökdə 5. İndi məxrəcdə bunların hasilləri 1 eləyəcək. Sürətdə də mötərizənin içərisində kökdə 12 var. Onu çıxarsaq mötərizə xaricinə kökdə 12'ni. Hətta kökdə 3'ü çıxarsaq. Kökdə 3'ü çıxarsaq mötərizə xaricinə kökdə 5, vur kökdə 3, kökdə 16, çıx kökdə 4 qalacaq. İndi baxaq. Kökdə 5'i kökdə 3'ə vuranda kökdə 15. Burada da alınır 4 çıxılsın 2. 4'dən 2 çıxana 2. 2 kökdə 15. Yəni doğru cavabımız olacaq burada 2 kökdə 15. Keçək növbəti suala. 70-ci sual. Tərəfi 16 sm olan kvadratın xaricinə çəkilir çevrənin radiusunu tapın. Kvadratın xaricinə çəkilir çevrənin radiusu. İndi kvadrat çəkməliyik bunun daxilinə. İndi kvadrat. Bu diagonaldır. Kvadrat diagonalıdır. İndi kvadratın hər bir daxili bucağı 90 dərəcədir. Deməli A, B, C, D. İndi baxın, tərəf 16'dır. Tərəf 16. Kvadrat olduğu üçün tərəf 16'dır deyir.
kvadratın xaricində çəkilmiş hissənin radiusu. Baxırıq, kvadratda ADC bucağı 90 dərəcədir. Bu 90 dərəcə çevrədə daxilə çəkilmiş bucaqdır da. Çevrədə daxili çəkilmiş bucaq 90 dərəcə olduğu üçün deməli o diametrə söykənir. Deməli A ilə C diametrin uc nöqtələridir. Deməli buradan çıxır ki, kvadratın diagonalı onun xaricində çəkilmiş çevrənin nəyidir? Diametridir. Deməli diagonalla tərəfin kökdə 2 mislidir. Yəni bura olacaq 16 kökdə 2. Ona görə R bərabər olacaq, radius olacaq diametrin yarısı. Yəni 16 kökdə 2-nin yarısı 8 kökdə 2. Yəni qısaca belə deyirik ki, kvadratın xaricində çevrə çəkilibsə, radius diagonalın yarısıdır. Yəni A kökdə 2-nin yarısıdır. Yəni düz surda belədir. Yəni, doğru cavabımız burada 8 kökdə 2-yə bərabərdir. Növbəti sualımız 11-ci sual. Eyni güclü 3 nasos gündə 5 saat işləyərək 9 gündə 5 saat işləyərək 9 gündə eyni böyüklükdə 9 hovuzu doldurursa 9 hovuzu doldurursa, bax hovuz yazıram. Hovuz yazdıq. Bax, deməli 3 nasos bu saydır. Gündə 5 saat işləyərək 9 gündə 9 gün. Burada yazaq 9 gün. Və deyir ki, həmin nasoslardan 5-i sayı 5 verib. 5'i gündə 9 saat işləyərək 6 gündə eyni böyüklükdə neçə hovuz? Burada x deyirəm. İndi burada sizə bir qısa yol deyəcəm. Ən rahat yol deyəcəm burada. Baxın, mən bunu niyə belə yazdım? Baxın, görüləcək işlər bunlardır da. Bu ikisidir. Görüləcək işlərin nisbəti 9/x-in nisbəti bərabərdir. Həmin işlərə uyğun hissələrin hasillərin nisbəti. Baxın, 9-a uyğun hissələr bunlardır. 3, 5, 9. O birisi də 5, 9, bir də 6'dır. İndi 5 ilə 9 ixtisar gedir burada. 6 ilə də 3 gedəcəksə, burada 1, burada 2 və x alınır 2 və 9, 18. Yəni doğru cavabımız burada 18-ə bərabərdir. Doğru cavab B variantı. 18'dir. Növbəti sual 12-ci sual və sual belədir. 10/3 hissəsi dolu olan bir qabın içindəki su ilə birlikdə kütləsi 10 kiloqramdır. Deməli, bu nəyə fikir veririk? Deməli, 10/3 hissəsi doludur. 10/3 hissəsi su ilə doludur. Artıq buradakı su ilə qabın kütləsi 10 kiloqramdır. Bir qab tamamilə dolu olduqda kütləsi 24 kiloqram olarsa, deməli, tamamilə dolması üçün 10'dan çıxıram 10/3'ü. Deməli, 10/7 hissəsi boş imiş də, boş. Tam dolanda kütlə 24'dür. Deməli, 24'dən də 10'u çıxsam, olacaq 14 kiloqram. Deməli, boş olan hissə 14 kiloqramdır. Deməli, qab nə qədər su tutur? X qədər su tutsa, onun 10/7'si 14'dür. Burada çıxır ki, x bərabər neçə? 20. Deməli, qab 20 kiloqram su tutur. Qabın su ilə dolu olan halda kütləsi 24'dürsə, deməli, burada da qabın kütləsi nə olacaq? Qabın kütləsi olacaq 4. Doğru cavab A variantı. 4'ə bərabərdir. Növbəti sualımız gəlir. 13-cü sual. Və sual belədir. Tənliklər sistemindən x bölü y cəmini tapın deyir. Tərəfdə toplasaq y'lər islah olunacaq. Alınacaq 3 dənə x bərabər olacaq 33'ə. X alınır 11. X 11. Gətirib yenə yazsaq. 11 çıxır y bərabərdir 7'yə. Y də olur neçə? 4. Y 4. X y cəmini soruşur. 4'dən də 11'i toplasaq 15. Doğru cavab Y variantı. 14-cü sual və sual belədir. Tənliyini həll edin. 104 6 mərkəbi 12'dir. Hər birini 12'yə vuracağım. Birincini 12'yə vuranda 4 vurulsun, 2x çıx 6 alınır. İkincini 12'yə vuranda 3 vurulsun, 3x çıx 4. Sağ tərəfdə 12'yə vuranda mənfi 2x alınacaq. 8x çıxılsın 24 çıx 9x üstəl 12. Əbədi mənfi 2x. İndi 8x 9x mənfi x
Üzərinə 2x gəlirəm. Bərabərdir 24 çıx 12-yə. X buradan bərabərdir 12. Yəni doğru cavab burada 12-yə bərabərdir. Növbəti sualımız gəlir 75-ci sual, yəni 15-ci sual. Şəkildə ABC-yə romdur. ABC-yə romdur. Yəni tərəflər bərabərdir. Yəni mən bura A deyirəm. Burada A'dır, burada A'dır, burada A'dır. Bunu bildik. Bu romdur. İndi bura A'dırsa burada A'dır. İndi nəyə baxırıq sonra? AC, AC. CD-yə perpendikular. Baxın, bu düzbucaqlı üçbucaqdır. Buna da artıq iş bitdi. Bunu görən kimi artıq məsələ həll olunur. Deməli, bura 90 dərəcə, bura 90 dərəcə. İndi baxırıq ki, C-yə A-yə bərabər, düzbucaqlı üçbucaqdır. C-yə A-yə bərabərsə, deməli, bu düzbucaq təpəsini çəkmiş mediandır. Yəni, burada olacaq A. Burada A. İndi deyir ki, AYC, AYC. Yəni, bizdən bu bucağı soruşur. AYC neçə dərəcədir? İndi bura nəyə fikir veririk? Düzbucaqlı üçbucağa baxaq. Düzbucaqlı üçbucaqda bura alfa desəm, alfanın qarşısı A-dır, 90'ın qarşısı da 2A'dır. Alfanın qarşısı A, 90'ın qarşısı 2A. Deməli, alfamız 30 dərəcədir də, 30'un qarşısı 90'ın yarısı olur. İndi burada AYC bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq olduğu üçün burada alfa olacaq, burada alfa. Alfa 30 olduğu üçün 30, 30, demək bura olacaq 120 dərəcə. Demək, doğru cavabımız burada 120 dərəcəyə bərabərdir. On altıncı sual var. Sual belədir. A çıxıb B fərqli element sayısı 7, kəşfə element sayısı isə 3'dür. A element sayısını soruşur. Burada ən rahat yolu Venn diaqramıdır. Deməli, A, B. A çıxıb B fərqi, yəni bura 7 verib, kəşfəndə 3 verib. A element sayısını soruşur. 7 ilə 3'ün cəmi nəticə olacaq 10. Yəni doğru cavab burada 10'a bərabərdir. Növbəti 17-ci sual var. Sual belədir. Fermadakı toyuqların sayı, qoyunların sayının 3 mislindən 10 ədəd çoxdur. Deməli, toyuq, bir də qoyun yazaq. Toyuqların sayı, qoyunların sayının 3 mislindən. Qoyunların sayına mən x deysəm, toyuqların sayı olacaq. Qoyunların sayı 3 misli üstəgəl 10. 10 ədəd çoxdur. Bu fermadakı toyuqların və qoyunların ayaqlarının sayı 620 olarsa, deməli, ayaq sayı üçün toyuqların sayını 2'yə vurmaq lazımdır ki, ayaq sayını tapmaq üçün. Qoyunların da sayını da 4'ə vurmaq lazımdır. Bunu 2'yə vuranda olacaq 6x üstəgəl 20 üstəgəl 4x bərabərdir 620. Buradan alınır 10x bərabərdir 600'ə. X alınır burada neçə? X alınır 60. X 60. Toyuqların sayı qoyunların sayından nə qədər çoxdur? Toyuqların sayı. Bax, x 60'dır. X 60'dırsa 190 toyuqdur. Qoyun sayı da 60'dır. Fərqini soruşur. 190'dan da 60 çıxanda nəticə olacaq 130. Deməli, bu 130 ədəd çoxdur. 130 ədəd çoxdur say. Yetmiş 8-ci sual. Sual belədir. Kərə yağının qiyməti 16 manatdan 18 manata qalxmışdır. Kərə yağının qiyməti neçə faiz qalxmışdır? Əvvəlcə 16 manatdır. Bu 100%-dir də. Baxıram 2 manat qalxıb. 2 manatın faizini soruşur. 2 manatda x. Düzüm mütənasib kəmiyyətlərdir. 16'nın 100'ə nisbəti bərabərdir 2'nin x-ə nisbəti. Burada 2 ilə 16'nı hesab edəcəm. 1 burada 8 və alınır 8x bərabərdir 100'ə. X bərabərdir 12,5. Deməli, 12,5% neyib? Kərə yağının qiyməti artıb. 19-cu sual. ABCD proqramının da B bucağının dərəcə ölçüsü y kvadrat + 4y + 132 dərəcə olarsa, şəklə əsasən y-nin müsbət qiyməti neçə dərəcədir? Əvvəlcə nəyə baxırıq? Proqramda baxmaq lazımdır ki, qarşı bucaqlar bərabərdir. Bu birinci. Yazırıq 3x üstəgəl 6 dərəcə bərabərdir 5x
çıx 14 dərəcə. Bura nə alınır? 20 dərəcə bərabər 2x-ə. X alınır 10 dərəcə. X 10 dərəcə. Deməli, X 10 dərəcədirsə, deməli, A bucağı olacaq. Bucağa 36 dərəcə. Proqramda bir tərəfə bitişik bucaqların cəmi 180-dir. Yəni, bucaq A ilə bucaq B-nin cəmi 180-dir. Bucağa 36 olduğu üçün bura olacaq 144 dərəcə. Buna yazırıq y kvadrat üstəgəl 4y üstəgəl 132 dərəcə bərabər 144 dərəcə. Buranlar y kvadrat üstəgəl 4y çıx 12 bərabər nəyə? 0. Bunu da belə yazırıq. Y plus 6 y çıx 2 bərabərdir 0-a. Deməli, y-nin bir qiyməti mənfi 6-dır, bir qiyməti də müsbət 2-dir. İndi y-nin müsbət qiymətini soruşur. Müsbət qiyməti soruşduğu üçün cavabımız burada nədir? 2-yə bərabərdir. Yəni, doğru cavab burada 2-dir. Yirminci sual var. Sual belədir. 3 bucağın tərəflərinin uzunluqları cüt-cüt cəmi 33 sm, 38 sm, 45 sm olarsa, bu 3 bucağın ən kiçik tərəfi neçə santimetr olar deyir. Deməli, A, B, C deyirəm. A plus B 33. 33. A plus C 38. 38. Bir də B plus C də verib 45. 45. İndi mən nə edəcəm? Bunları tərəfdə toplasam nə alınacaq? Tərəfdə toplasam hərəsindən 2 alınır. 2A, 2B, 2C. Bərabər toplayanda indi bunu kalkulatorla toplasaq mexaniki səhvlər getməsin. Deməli 33, 33, 38, bir də 45. 33, 38, 45. Bunu da bölməliyəm nəyə? 2-yə. Yəni 116 ilə də 116. Deməli A plus B plus C də olacaq neçə? 58. 58. İndi baxaq nəyə? Ən kiçik soruşduğu üçün ən kiçik tərəf burada A olacaq. Çünki A ilə B-nin cəmi daha kiçikdir burada. B ilə C-nin cəmi böyükdür, 45-dir. Deməli B ilə C-nin cəmi 45 olduğu üçün, B ilə C-nin cəmi 45-dir. Deməli A neçədir? A 13. Gəlin baxaq. Bura 13-dür. Onda bura 20-dir. Bura 13 olduğu üçün bura isə nədir? 25-dir. Bu şəkildə. Deməli, ən kiçik tərəf soruşduğu üçün cavabımız olacaq neçə? 13-ə bərabər. 21-ci sual. 45 nəfərlik sinifin 60% qız tələbələrdir. 60%. 60% nə deməkdir? Yəni %60, yəni 5də 3 hissəsi qızlardır. Bu sinifdən 2 qız və 3 oğlan tələbə çıxarsa, sinifin neçə faizi qız tələbə olar? Deməli, 45-in 5də 3-ünü tapıram. 5də 3-ü. Bu da deyir, 45-in 5də 3 hissəsi elə 27. 27 nəfər qız. Deməli, yerdə qalır 18 nəfər. Bu da olacaq oğlan. Oğlan. İndi deyək ki, bu sinifdən 2 qız çıxırsa, deməli 25. 25. 3 oğlan çıxırsa, bu da olacaq 15. Artıq yeni şagird sayı olacaq bunların cəmi. 40 nəfər şagird qaldı sinifdə. Yəni 5 nəfər çıxdı. Sinifin neçə faizi qız olar deyir. Qızların sayı 25-i böləcəm 40-a. 40-a vurmalıyam 100-ə. Bu şəkildə. İndi bunu hesablamaq lazımdır. Bunu 5-ə ixtisar eləsək, neçə eləyir? 8-də 5, 8-də 5. Sonra 100-lə də 8-i 4-ə ixtisar eləsəm, burada 2, burada 25, 5 dəfə 25, 125, bölsün 2, bu derəcə 62,5%. Yəni, sinifin 62,5% olacaq. Doğru cavab burada 62,5%-dir. Ümid edirəm, səhv eləmədik burada. Deməli, 25-i biz bölməliyik 40-a, vurmalıyıq 100-ə. Keçən növbəti suala. 82-ci sual. Yəni 22-ci sual. X1-in x2-yə nisbəti mənfi 4-dür. X1-in x2-nin fərqi 7,5 olarsa, kökləri x1 və x2 olan kuratanlik qurun. Deməli, x1-imiz nəyə bərabərdir? X1-imiz bərabərdir mənfi 4x2.
Gətirib burada yenə yazsaq, alınacaq mənfi 5x2 bərabər 7,5. X2 ilə bərabər olacaq mənfi 1,5. X2 buna bərabərdir. Bunda x1 də bərabər olacaq. Mənfi 4 vur mənfi 1,5. Bu da olacaq neçə? 6. İndi tənlik qurun deyir. Kvadrat tənlik qurun. Mənə lazım kökləri cəmi. Kökləri cəmi bərabər olacaq. x1 6. x1 6'dır. x2 mənfi 1,5. Toplayanda 4,5. Bir də köklər hasil lazımdır. 6 vur mənfi 1,5. Bu da eləcə neçə? Mənfi 9. Deməli tənlimiz olacaq x kvadrat çıx 4,5x çıx 9 bərabər 0. Tənlimiz bu şəkildə olacaq. Bu da bizim kvadrat tənlimiz. Bu şəkildə. Növbəti sualımız 23-cü sual. Sual belədir. Perimetri 130 cm olan ABCD trapesiyasında AB, BC, CD, AD nisbəti. İndi baxaq. Bura 5K, bura 5K, bura CD 6K, CD. Burada 10K. İndi perimetrə baxaq. Perimetrin içi 26K. 26K 130'dursa deməli K neçədir? K 5. K 5'dir. Bizdən hündürlük soruşur. Deməli K 5'dirsə, bura 25. Burada 25'dir. Bura 30'dur. Burada neçədir? Burada 50'dir. 50. İndi bizdən trapesiyanın hündürlüyü soruşur. Trapesiyanın hündürlüyü onun oturacaqlar arasındakı məsafə deməkdir. Məsafə. Burada bunun ən rahat yolunu necə yaza bilərik burada? Belə çəksəm daha rahat görünəcək məncə. Bura 25 ise burada 25. Burada 25. O zaman burada 25 olacaq. 25. Elə ki bu üçbucağın hündürlüyü soruşur. Üçbucağın hündürlüyü. Bu üçbucağın hündürlüyü soruşur. 25'i çəkmiş hündürlüyü soruşur da elə bil ki. İndi mən bunu belə yazacağam. 25, 25'i buraya yazıram. Bura 10 yazıram. Bura 10 yazıram. Buran 10 deyirəm. Üzr istəyirəm 30. Bura mən hündürlük çəksəm. Bərabər yanlı olsun yarıya böləcək. 15, 15. Bura h. Bax buradakı Pifagorla h alınır neçə? 20 alınır. 20 alınır. Mən çəkmişəm 30'a belə bir ki mən bu hündürlüyü tapmışam da. Bu hündürlüyü tapmışam. İndi üçbucaqda belə bir hadisə var da. AH-a BHB-yə bərabərdir. Yəni AH-a. İndi ona görə yazacaq ki, mən tapmışam 20 30'a çəkmiş hündürlüyü. 20 vurulsun 30 bərabərdir. İndi mənə lazımdır 25'ə çəkmiş hündürlük. 25 vur h. 625'ə bölməliyəm. H alınacaq 24. Yəni doğru cavab 24'dür. İndi gəlin başqa bir üsulla yazaq bunu. Cavabı 24 tapdıq. K neçə tapmışdıq burada? K tapmışdıq 5. K-nı 5 tapmışdıq. İndi təzədən bunu mən fərqli üsulla izah edəcəm. Deməli 25, 25, 30, bu da 50. Trapesiyanın hər iki tərəfəsindən hündürlük çəkəcəm buraya. Hündürlük. Bura çəkilən hündürlük. Bura h-dır, bu da h-dır. 25'tir, bu da 25. Yerə qalır 25. Bura x desəm, bura olacaq 25 çıx x. İndi sol tərəfdəki düzbucaqlı üçbucaqdan yazıram. H kvadrat üstə gəl x kvadrat bərabər 25'in kvadratı. Bir də sağ tərəfdən yazıram. H kvadrat üstə gəl 25 çıx x-in kvadratı bərabər 30'un kvadratı. İndi ikinciden birincini çıxsam, tərəflərə çıxsam, h kvadratlar gedir. Qalır 25 çıx x-in kvadratı çıx x kvadrat bərabərdir 900 çıxılsın 625. 900 çıx 625. İndi bu da müxtəsərdir. A çıx B plus B deməkdir.
Fərqləri 25 çıx 2x edir. Cəmləri isə 25 edir də. Cəmləri isə 25 edir. Bərabərdir. 900-dən 625 çıxanda, 900-dən 625 çıxanda deməli 275 edir. 275. 275-də 25-ə böləndə 21 eləməsi lazım. 11 eləməsi lazım. 275 böl 25-ə 11. Bəli, 11 eləyir. 25 çıx 2x bərabərdir 11-ə. 11-ə. 2x'imiz bərabərdir 14. X bərabərdir 7. X 7. X 7 idisə, baxın, bura 7 idisə, Pifaqor ədədləri 7, 24, 25-də. Yəni təzədən Pifaqorla elə bir ki, burada elə bir ki, x-in yerinə mən 7 yazsam, h alınacaq yenə 24. Yəni qısaca cavabımız burada 24-ə bərabərdir. Bu da ikinci üsul. Belə yaza bilərik. Gəlin növbəti sualımız. 24-cü sual. Sual belədir. Radiusu 15 cm olan çevrənin AMB qövsünə söykənən mərkəzi və daxil çəkmiş bucaqların cəmi 216 dərəcə olarsa, çevrənin AMB qövsünün uzunluğunu soruşur bizə. İndi bizə çevrə lazımdır. Mərkəz nöqtəsini seçirəm, O nöqtəsi. Arası belə bir şey olsun. Deməli ANB. Bu da C. İndi mərkəzi bucaqla daxilə çəkmiş bucaq eyni qövsə söykənibsə, mərkəzi bucağın dərəcə ölçüsü daxilə çəkmiş bucağın dərəcə ölçüsünün iki mislidir. Yəni mən buraya x desəm, bura olacaq 2x. Bunların cəmi, yəni 3x-i bizə verib 216 dərəcə. X alınır 72 dərəcə. Deməli bizə mərkəzi bucaq lazımdır 2x. Bu olacaq 144 dərəcə. İndi bizə qövsün uzunluğunu soruşur. Qövsün uzunluğu. Normalda radius 15-dir. Çevrənin uzunluğu C bərabərdir 2 pi, yəni 30 pi. 30 pi çevrənin uzunluğudur. Mənə lazımdır 144 dərəcəli bucağa uyğun qövsün uzunluğu. 144-ü 360-a bölürəm. Çevrə 360-da axı. Yəni olacaq 5-də 2 hissəsi. Deməli, həmin qövs ümumi çevrənin 5-də 2 hissəsidir. Ona görə onun uzunluğu da çevrənin uzunluğunun 5-də 2 hissəsi olacaq. 5-də 2 hissəsi. Bu da bərabərdir 12 pi. Yəni qısaca düsturda belədir. L qövs bərabərdir pi r alfa bölü 180. Yəni burada yerinə yazıb hesablaya bilərik. Yəni cavab burada 12 pi'yə bərabərdir. Və gəlib çatdıq nəhayət sonuncu suala. 25-ci sual. İfadəsini sadələşdirin. Əvvəlcə mən nə edəcəm burada? Sürəti belə yazıram. A kub çıx 8a kvadrat üstəgəl a kvadrat çıx 7a çıx 8. Burada ortaq a kvadrat var. Çıxarsam ötərəcək xaricinə a kvadrat. A çıx 8. İşte bunda yazıram a çıx 8, a çıx 8. A plus 1. İndi ortaq nə var? A çıx 8. A çıx 8'i çıxardıram. Qalır a kvadrat plus a plus 1. Bunu yazdım bu şəkildə. İndi məxrəci də belə yazıram. 3a kvadrat çıx 24a üstəgəl 2a çıx 16. Burada ortaq 3a var. 3a'nı çıxardıram. A çıx 8. Burada 2 var. A çıx 8. İndi baxıram ortaq A çıx 8 var. A çıx 8 vurulsun 3a plus 2. Gətirib yerinə yazsaq, deməli sürətin cavabı budur. Sürətin cavabı budur. Məxrəcə yerinə yazıram. A çıx 8 3a plus 2. Bunlar ixtisar gələcək. Cavab qalacaq a kvadrat plus a plus 1 bölsün 3a plus 2. Yəni cavabımız budur. Yəni buna bərabərdir. Sualların izahı bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın.